25-ci həftədə bizə müraciət edən regionların birindən pasiyentimiz düşük təhlükəsi ilə bundan öncəki 3 doğuşu da erkən doğumlar olub. Hər nəyəsə görə sirkulyaj uşaqlıq boynu tikişini eləməyiblər. Sirkulyajsız artıq 23-20 millimetrə qədər enmiş, qısalmış uşaqlıq boynu ilə döl kisəsinin prolapsı ilə müraciət eləmişdi. Və biz bu hamiləliyi neçə həftəyə qədər gətirdik Lalə? Düz 36-cı həftəyə qədər gətirdik. Gün müalicələr, stasionar yatışlar və s. sayəsində özü də əlbəttə ki, bütün deyilənlərə riayət elədi. 36-cı həftəyə qədər gəlib çatdı. Və nədən qorxurdu? Doğumdan qorxurdu ki, 4-cü doğuşumu mənim həkim əməliyyat eləyin, mən bir də o stolu görməyi istəmirəm, nifrət eləyirəm, amma məcbur elədik ki, yox, keysəriyyə əməliyyatı olmayaq, bu 4-cü doğuşda çox-çox rahat olacaq, həqiqətən də çox rahat bir doğum elədi. Sağ-salamat uşaq bir gündə küvezə düşməyən, təbrik eləyirəm, gözünüz aydın olsun. Mən də sizə təşəkkür edirəm. Biz gələndə çox ümidsiz, çox tutunmağa yer axtarırdıq. Sayənizdə axıra kimi çata bildik. Doğuş elədik deyə məndən incimədiniz. Keysəriyyə istəyirdiniz. Çox sağ olun. Keysəriyyə əməliyyatı nə qədər sıradan bugün edilən bir əməliyyat kimi görülsə də, biz normal doğum tərcih eləyirik. Xüsusən də doğuş eləmiş bir qadına, yəni keysəriyyə etməyimiz heç düzgün olmazdı. Əvvəl belə incidi məndən ki, yox, niyə almırsınız falan, amma sonra başa düşdük ki, düz eləmişik. Yaxşı, sağ-salamat.